bəlli həqiqətdir ki, yəni dünya bazarlarında, o cümlədən maliyyə bazarlarında, birjalarında atmosferi formalaşdıran amillər bu enerji daşıyıcılarına olan qiymətlərdir. Yəni biz indi görürük ki, məsəl üçün neftin qiyməti $65, təbii qazın ortalama qiyməti $252 civarındadır və ümumiyyətlə bu göstəricilərdə risklər özünü əks etdirir, yoxsa yox və ümumilikdə proqnozlar nəyə söykənir, hansı göstəricilərə söykənir? Qeyd etdiyiniz kimi, növbəti ilin dövlət büdcəsində biz neftin qiymətini $65 olaraq müəyyən etmişik, qazın qiymətini isə $262 olaraq müəyyən etmişik. Və bu proqnoz hər bir halda yenə də proqnozdur. İlk öncə ondan başlayın və dünyada proqnozun müəyyən edilməsi, meyarları, beynəlxalq təcrübə mövcuddur. Amma heç də hər bir proqnozun %100 özünü doğruldacağı deyilən bir şərt də yoxdur. Biz növbəti ilin neft və qaz qiymətlərini müəyyən edən zamanı müəyyən etdiyimiz bir hovuz var. Neft üzrə biz 30-dan artıq beynəlxalq səviyyətli qiymətləndirici təşkilatın proqnozlarını nəzərə alırıq. Və bu hovuz çərçivəsində növbəti il ərzində Brent markalı neftin barel qiymətini müəyyən edirik və hər zaman nəzərə alırıq ki, Azərbaycanın hasil etdiyi və ixrac etdiyi Azəri Light markalı neftimiz Brent qiymətindən daha üstündür. Müxtəlif dövrlərdən asılı olaraq təqribən bir $3 bir üstünlüyümüz mövcuddur. Yəni bugün biz dövlət büdcəsində neftin qiymətini $65 olaraq müəyyən edəndə bu əslində qalsa Azəri Light'ın qiymətidir və bu deməkdir ki, Brent'in təqribən $62 bərabər qiymətini biz proqnozlaşdırmışıq. Bu da dediyim kimi 30-a dək beynəlxalq qiymətləndirici təşkilatın verdiyi rəqəmlərin bir orta ədədi ortasından meydana çıxan bir proqnozdur. Əlbəttə, risk mövcuddur. Hər zaman o risklər var ki, bundan daha aşağı da ola bilər. Daha artıq olduğu təqdirdə bu büdcənin profitsitidir. Daha aşağı olduğu təqdirdə isə onun büdcəyə təsirlərinin mitigasiya tədbirlərini də, onun belə deyək, idarə olunması tədbirlərini də biz nəzərə tutmuşuq. Və düşünmürük ki, neftin qiymətində olacaq aşağı doğru hər hansı bir ciddi dəyişiklik bizim büdcə parametrləri üzrə icramıza təsir edəcəkdir. Amma bir daha xüsusi olaraq vurğulayım ki, bu proqnozlar orta illik proqnozdur. Yəni bu istənilən dönəmdə, 26-cı ilin istənilən dönəmində bu rəqəm aşağı da ola bilər. Amma sonraki dövrdə rəqəm artdıqca orta illik proqnozun ortaya çıxardığı göstərici icramıza təsir edəcəkdir. Mən müqayisə üçün qeyd edə bilərəm. Bu ilin dövlət büdcəsində bu rəqəm $70 olaraq müəyyən edilmişdir. Və ilin böyük bir hissəsində, səhv etmirəmsə, sentyabr-oktyabr aylarına qədər orta satış qiyməti $72 üzərində idi. Baxmayaraq ki, sentyabrın özündə bu rəqəmlər $60-62 ətrafındaydı. Yəni orta göstəricimiz 70-in üzərində olduğuna görə bizim dövlət büdcəsinin gəlirlərinin icrası artıqlaması ilə neft sektoruna təmin edildi. Eyni yanaşma qazın qiyməti ilə də müəyyən olunur. Burada 17 beynəlxalq qiymətləndirici təşkilat mövcuddur. Avropada qazın qiymətini müəyyən edən. Onlardan da bizim hazırladığımız hovuz və beynəlxalq metodologiyaya əsaslanan orta qiymətin müəyyən edilməsi də bizə bu rəqəmi təqdim edibdir. Ona görə düşünürük ki, bu rəqəmlər əsaslıdır. Bu proqnozlar kifayət qədər özünü doğrultmağa yaxındır. Əlbəttə ki, hər hansı bir böyük bir qiymət sürüşməsi zamanı da onların idarə edilməsi tədbirləri tərəfimizdən nəzərdə tutulmuşdur.